Salam, hər vaxtınız xeyir. Mən Axundov Şəfahi. Bu gün sizə tənliklər sistemi mövzusunu izah edəcəm. Deməli, mövzuya başdan baxanda deyirik ki, iki və daha çox tənliyin iki məchullu olmaqla verildiyi tənliyə sistem tənliyi deyilir. Və baxın, burada yazdığımız nümunə bizim üçün nədir? Xətti tənliklər sisteminin bir nümunəsidir, ümumi şəkildə yazılışıdır belə desək də. Bu tənliklər sisteminin ilk öncə biz öyrənəcəyik nəyini? Həll sayılarını tapılması qaydalarını öyrənəcəyik. Baxın, burada 3 yol yazmışam. Bu 3 yoldan nəzər yetiririk birincisini. Burada nə deyirik? Baxın, A1 bölünsün A2 bərabər deyil B1 bölünsün B2-yə. Baxın, burada A1, A2 bizim üçün nədir? Bu tənlikdə baxsaq görəcəksiniz ki, baxın, X-in əmsalları və Y-in əmsallarıdır bizim üçün, aydındır. Ona görə deməli, A1 bölünsün A2 bərabər deyil B1 bölünsün B2-yə. Yəni, bu nədir? X və Y-in əmsallar nisbəti əgər bir-birinə bərabər olmazsa, bu zaman deyirik ki, nə? Tənliyimizin yeganə həlli var. Baxın, qeyd edirəm. Deməli, bu qaydada deyirik ki, tənliyimizin yeganə həlli var. İndi baxsaq ikinci hissəyə. İkinci hissədə bizdə nə göstərilib? Görürsünüz ki, baxın, burada A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 bərabərdir S1 bölünsün S2-yə. Burada birinci tənlikdə, daha doğrusu birinci hissədə gördük ki, A1 və A1 A2 və B1 B2-dən istifadə eləmişik. Bunlar nə idi? X və Y-in əmsalları idi. S1 S2 isə baxın bizim üçün bu tənliyin nədir? Cavablarıdır. Yəni ki, S1 S2-ni biz cavablar kimi götürəcəyik. Yəni ki, cavabların əvəzinə S1 S2 yazacağıq və tənliyimizdə belə bir bərabərlik almalıyıq ki, əmsallar və S1 S2 də həmçinin bir-birinə bərabər olsun. Bu zaman nə deyirik? Bu zaman deyirik ki, tənliyimizin, yəni bu xətti tənliklər sistemimizin sonsuz sayda həlli var. Yəni X və Y-in yerinə istənilən biz ədədlər sonsuz sayda ədəd qoya bilərik. Aydındır? Həmçinin elə yeri gəlmişkən bu birinci həll yolu da bizim üçün nədir? Elə X və Y-in həll yollarıdır əslində. Yəni ki, baxın, bu X və Y üçün biz deyirik ki, yeganə həlli var. Yəni ki, hər biri yalnız bir qiymət alır. Üçüncü, belə deyək, qayda nədir bizim üçün? Üçüncü hissədə bunu deyirik ki, baxın, A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2-yə, bərabər deyil S1 bölünsün S2-yə. Bu nə deməkdir? Yəni ki, əmsalların nisbəti bir-birinə bərabərdir, amma S1, S2 nisbəti bu əmsalların nisbətinə bərabər deyil. Bu zaman biz deyirik ki, X, Y cütünün həlli yoxdur. Aydındır? Yəni ki, X-in də Y-in də yerinə biz heç bir ədəd tapıb qoya bilmirik. Yəni, heç bir cavab onun üçün tapa bilmirik ki, bizim üçün tənliyimizin cavabı, belə deyim də, tapılsın. Ona görə biz bunun üçün üçüncü qaydanı qeyd edirik həmişə ki, A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 bərabər deyil S1 bölünsün S2. Aydındır? Deməli, bu bizim qaydamızın ümumi hissəsi idi. İndi baxırıq digər hissəyə. Baxın, bizim tənliklər sisteminin ümumiyyətlə həll yolları 3 cürdür. Toplama, əvəz etmə və qrafik qaydası. Biz hazırda toplama və əvəz etmə qaydasına baxacağıq özümüz üçün imtahan səviyyəsində. Deməli, baxırıq birinci hissəyə, birinci toplama qaydasına gəlin baxaq. Toplama qaydası nədir? Baxın, burada görürsünüz ya X-in əmsalını, ya Y-in əmsalını biz ikinci tənliyin əmsalı ilə, yəni məsələn burada da X-in əmsalını götürmüşüksə birinci tənlikdə, ikinci tənlikdə də X-in əmsalını götürməliyik. Nə edirik? Bunları bir-birinə əks ədədlər halına gətiririk bu əmsalları ki, biz onları üst-üstə toplayaq və həmin X idisə və yaxud Y idisə bizim üçün ixtisar olsun tənliyi. Necə? Baxın, məsələn, burada bir nümunə tənliyi yazmışam. 2x üstə gəl 5y bərabərdir 25 və 4x üstə gəl 3y bərabərdir 15. İndi mənə lazımdır ki, baxın, aşağıda 4x var, görürsünüz. Bu 4x mən elə eləməliyəm ki, bu 2x var. Bu 2x dönsün olsun mənfi 4x-a ki, mən bunları üstə toplayanda mənfi 4x-lə 4x nə olsun? Bir-birini aparsın. Aydın. Buna görə mən nə edə bilərəm? Baxın, mən bu yuxarıdakı tənliyi götürüb hər bir tərəfini, bərabərliyin həm sağ, həm sol tərəfini mənfi 2-yə vursam, mənfi 2-yə vursam, onda baxın, tənliyimiz bu qaydaya düşəcək. Mənfi 2-ni vururam 2x-a, olur neçə? Mənfi 4x. 5y vururam mənfi 2-yə, olacaq mənfi 10y və 25-i də vursam mənfi 2-yə, olacaq bizim üçün mənfi 50. Aydındır. Və baxırıq ikinci hissəni olduğu kimi saxlayırıq. Baxın, yazıram 4x üstə gəl 3y bərabərdir 15. Aydındır. İndi bu hissədə baxırıq. Bax, gördünüz, artıq x-imizin əmsalları nə oldu? Əks ədədlər oldu. Biri mənfi 4-dür, biri müsbət 4-dür də x-imizin əmsalları. Deməli, baxın, biz indi bu tənlikləri belə üst-üstə toplasaq, bu qaydada hər birini.
Bax mənfi 4x-dən 4x toplayanda bunlar gedir 0 qalır yerinə. Mənfi 10y-dən 3y toplayaram. Nə qalar yerdə? Mənfi 7y aydındır. Və bərabərliyin digər tərəfini də toplayanda mənfi 50, bu da müsbət 15. Bizim üçün nə qalacaq? Mənfi 35 qalacaq yerdə. Mənfi 35 qalacaq. Baxın bu qaydada. İndi buradan da nə edə bilərəm? Mənfiləri ixtisar edə bilərəm. Yəni belə deyək də, bərabərliyin hər iki tərəfini mənfi 1-ə bölsəm, nəticə olaraq baxın tənliyimiz belə olacaq. 7y bərabərdir nə? 35-ə. Buradan da bilirik ki, sadə tənlik qaydasıdır. Y tapmaq üçün 35-i bölməliyik nəyə? 7-yə. Yəni y-imizin cavabı burada nəticə olaraq nə edəcək? 5. Və bu y-in cavabını tapandan sonra nə edirik? Bu y-in cavabını götürürük. Bax burada 2 dənə tənliyimiz var. İstənilən tənliyin yerinə bax bu y-in qiymətini qoyuruq və x-imizin cavabını tapırıq. Gəlin məsələn ikinci tənliyi də y yerinə qoysaq, bax yazacağıq buradan. 4x üstə gəl 3y, yəni ki 3 vur 5, bax yazıram 3 vur 5 bərabərdir 15-ə. Düzdür? Deməli, indi burada baxırıq ki, tənliyimizin cavabı nə idi? 4x üstə gəl 3y bərabərdir 15-ə. Y-imizin yerinə 5-i qoyuruq, aydındır. Eləyəcək 15. Və 4x-dan da, bax 4x-in də bərabər edirəm bu 15-i. Atıram bərabərliyin digər tərəfinə, yəni 15 çıxılsın 15 olmalıdır. 4x-imiz bərabər elədi nəyə? 0-a. X-imiz də bərabər eləyəcək nəyə burada? 0-a. Aydındır. Bu bizim toplama üsulumuz idi. İndi isə baxırıq nəyə? Əvəz etmə üsuluna. Əvəz etmə üsulu bizim üçün nədir? Baxın, elə bir ki, bax buradan bir dənə yeni tənliklər sistemi açıram. Bu tənliklər sistemində mən nə edirəm? Elə bil ki, bu əvəz etmə üsulunda mən x-i hər hansısa bir ifadə ilə əvəz eləməliyəm ki, sonra üstdəki tənliyi gətirim x-i yerinə qoyum və elə formada hesablayıb cavabı tapaq. Burada nə edəcəyik? Bax bu x plus y bərabərdir 3 var. Mən burada yazıram ki, x bərabərdir. Elə bu müsbət y-i atıram bərabərliyin digər tərəfinə. Nə olacaq onda? 3 çıxılsın y. Aydındır? Və digər hissədə nə edirəm? İkinci hissədə yazıram ki, x-imizi, bax birinci tənlikdəki x-i əvəz edirəm 3 çıxılsın y-nə. Bax bu qaydada, bax 2 vurulsun 3 çıxılsın y. Elə ki, x-in yerinə nə yazdım? 3 çıxılsın y yazdım. Üstə gəl y kvadratı bərabərdir 6. Aydındır? İndi nə edirik? Bu qaydada tənliyimizi davam edirik həll eləməyə. Birinci mötərizəmizi vurub açırıq. Yazıram bax 6 çıxılsın 2y üstə gəl y kvadratı bərabərdir 6-ya. Bu 6-nı bərabərliyin digər tərəfinə atsam, görəcəyik nə qalacaq yerdə? Y kvadratı minus 2y bərabərdir 0-a. Baxın, burada 0 alındı cavabımız, tənliyimizin cavabı. Burada nə edirik? Belə deyim də, vuruqlara ayırma üsulundan istifadə edib tənliyimizin köklərini tapırıq. Necə eləyəcəyik? Elə fikirləşin ki, y-i çıxardıram burada mötərizə xaricinə. Baxın, qalacaq yerinə y çıxılsın 2, vurulsun y bərabərdir 0. Və belə eləyəndən sonra bilirik ki, baxın, 2 dənə vuruğun hasili əgər 0-dırsa, deməli vuruqlarımızdan biri mütləq şəkildə 0 olmalıdır. Aydın. Ona görə biz nə edirik? Hər birini birinci y bərabər edirik 0-a. Bu birinci vuruğumuzu 0-a bərabər edirik. Sonra nə edirik? İkinci vuruğumuzu 0-a bərabər edirik. Baxın bu qədər. Y-ni alırıq cavabını. Y-in cavabını alırıq 2. Və əlimizdə baxın y-in neçə cavabı var? Y-in artıq əlimizdə 2 cavab var. Y bərabərdir 0 və y bərabərdir 2 qiymətləri. İndi biz y-ləri tapmışıq. Y üçün 2 dənə qiymət tapmışıq. İndi buradan x-ları necə tapmalıyıq? X-ları tapmaq üçün götürürük. Bax birinci bu y-i. Bax buna yad deyirəm y1, buna da deyirəm y2. Aydındır. X1-i tapmaq üçün götürürəm birinci y1-i qoyuram burada y-in yerinə. Baxın y-in yerinə burada 0 qoysam, görəcəyik ki 2x, yəni 0-ın kvadratı onsa 0 eləyir bilirik. 2x bərabərdir 6 alınacaq da. Deməli düzdür? Bax belə bir şey alınacaq. Bax 2x üstə gəlsin 0-ın kvadratı bərabərdir 6. 2x-imiz bərabər olacaq 6-ya, x-imiz də bərabər olacaq 3-ə. Aydındır? Deməli bizim üçün burada nə oldu? Bir dəqiqə lütfəmiz deyəsən silindi. Deməli, baxırıq qaldığımız yerdən, deməli 2x-imizi bərabər eləyəcəyik 6-ya, x-imizi də bərabər eləyəcəyik 3-ə. Yəni y1-in, yəni ki y-in 0 qiymətində x-in qiyməti neçə oldu? X-in qiyməti oldu ki, yəni x1-in qiymətini 3 qeyd edirik, aydındır. Və sonra nə edirik? Y2-ni, yəni ki y-in 2 qiymətini gətirib qoyuruq yerinə. Baxın, onu da elə burada hesablasaq, qarşılıq olacaq. Deməli, baxın, bu hissədə də indi y-in 2 qiymətini hesablayacaq. Yəni, bax yazıram 2x üstə gəl 2-nin kvadratı bərabərdir 6-ya. Düzdür? 2x üstə gəl 4 bərabərdir 6. 2x-imiz bərabər olacaq
2-yə, x də bərabər olacaq 1-ə. Aydındır? Deməli biz x-in cavabını nə aldıq? y2-nin, yəni y-in 2 qiymətində x-imizin cavabı oldu 1. Deməli nəticə olaraq baxın, elə buradan ayrım istəyirəm ki, qarşılıq olmasın, rahat görsün. Deməli y1-in qiyməti nə idi? 0 idi və biz y1-i, yəni 0 qiymətini tənlikdə yerinə qoyduq. Y-in 0 qiymətini. X-i neçə aldıq? 3 aldıq. Yəni x1-imizin cavabı olacaq 3. Həmçinin y2-imizin qiyməti neçə idi? Y2-nin qiyməti elə 2 idi. Biz götürdük yerinə qoyduq cavabımızı. Və x-imizin qiymətini neçə aldıq? 1 aldıq. Yəni x2-imizin də cavabı olacaq bizim üçün neçə? 1. Aydındır. Bu bizim üçün əvəz etmə üsulu idi. Neynədik? Görürsüz, elə ki x-la dediyim kimi də y-i x-la əvəz elədik və x-in yerinə bu qeyd elədiyimiz ifadəni yazdıq. Deməli, indi tənliklər sistemi ilə bağlı bir neçə nümunəyə baxırıq. Birinci, baxın, qeyd elədiyim nümunə budur. Bu bizim üçün nədir? Elə gəlin bunu əvəz etmə üsulu ilə rahat formada həll edirik. Əvəz etmə üsulu ilə nə edirik? Bax, belə bir işarə qoyuram. Bu sadəcə rahatlıq üçün. Yəni, necə istəyirsiniz yaza bilərsiniz. Sadəcə ki, mən bu qaydada yazıram ki, görmək asan olsun. Nə edirəm? Burada götürüb x-imizi əvəz eləyəcəyik y-ilə. Yəni, bax, yazıram x bərabərdir. Bayaqki tənlik kimi. 2 çıxılsın y. Aydındır. Və burada x-in yerinə götürüb, bax, bu 2 çıxılsın y qoyuram. Yəni, bax, 7 vurulsun 2 çıx y çıxılsın 3y bərabərdir 4. Aydındır. Sonra başlayırıq bunu həll etməyə. Mötərizəni birinci vurub açırıq. 14 çıxılsın 7y çıxılsın 3y bərabərdir 4-ə. Burada görürük, oxşar hədlərdir. Bunları cəmləyirik. 14 çıxılsın 10y bərabərdir 4-ə. Aydındır. İndi bu 14-ü atıram bərabərliyin digər tərəfinə. Yerdə qalır mənfi 10y bərabərdir. 14-ü bərabərliyin sağ tərəfinə atanın nə olacaq? İşarəsi əksinə dəyişəcək. Yəni mənfi 14 formatına keçəcək. Olacaq 4 çıxılsın 14. Aydındır. 4-dən 14 çıxanda 1, 2 nə qalacaq? Mənfi 10 qalacaq. Görürük ki, burada da y-imizin qiyməti nə olacaq? Y-imizin qiyməti 1 olacaq. Deməli, y-i tapandan sonra nə edirik? Y-in yerinə elə gətirin, bax, burada asan tənlikdə. Qoyun y-in yerinə 1-i. Y 1 olsa x neçə olmalıdır ki, cavab 2 olsun? Deməli, y-in, yəni 1-in üstünə 1 gəlməliyəm ki, cavabımız 2 olsun. Deməli, x-imizin qiyməti oldu neçə? X-imizin qiyməti də oldu 1. Aydındır. Deməli, bu bizim üçün bir nümunəmiz idi. İndi baxırıq digər nümunəyə. Baxın, bu ikinci nümunə. Mən keçim digər tərəfə. Deməli, burada nədən istifadə edəcəyik? Burada biraz daha qəlizdir. Qəliz deyəndə əksinə maraqlıdır. Yəni ki, daha addımları çox olan bir misaldır. Deməli, nə edirik? Toplama üsulu ilə bunu həll edirik. Amma necə? Hələ ki, heç bir şeyi, yəni ki, x-in və yaxud y-in əmsallarını əks işarəli ədədlərə, yəni ki, qarşılıqlı əks ədədləri gətirmədən elə belə alt-alta qaydada toplayırıq. Yəni ki, 7x-la 2x toplayırıq, 9x. Üstünə gəlirik nəyi? 7y-la 2y toplayırıq, edir bizim üçün 9y. Bu da bərabər edir neçə? 20 üstə gəlir 25, 45. Aydındır. İndi mən nə edəcəm? 9x plus 9y-in içindən 9-u çıxardacağam mötərizə xaricinə. Yerdə qalacaq x plus y. Aydındır. Bu da bərabər eləyəcək 45-ə. Və 45 ilə bərabərliyin ki, həm sağ, həm sol tərəfini 9-a bölsəm, burada qalacaq x plus y, burada da qalacaq 45-i də 9-a bölündə neçə eləyəcək? Eləyəcək 5. Deməli, biz aldıq burada nə? Birinci toplama üsulundan istifadə elədik və x plus y-in qiymətini tapdıq. Aydındır. Amma bizdən istəyir ki, bu misalda bizdən x və y-in hasilini soruşur. Onu qeyd eləmək yadımdan çıxır. Deməli, burada nə edəcək? X plus y bərabərdir 5 tapdıq, amma bizdən x, y istəyir. Yəni x ilə y-in hasilini istəyir. Ona görə, baxın, mən bu aldığım x plus y bərabərdir 5 cavabını götürüb əvəz etmə üsulu ilə x-i əvəz eləyəcəm y-ilə, yəni 5 minus y olacaq burada cavabımız. Və götürüb tənlikdə yerinə qoyacağım. Gəlin, bax, bunu da bu hissədə yazaq. Bax, bu olsun bizim üçün birinci hissəsi misalımızın. Buradan da yazıram misalımızın ikinci hissəsini. Deməli, x-i əvəz elədik y-ilə, gətiririk tənlikdə yerinə qoyuruq. 7 vurulsun, x-in yerinə yazıram 5 minus y, üstə gəlsin 2y bərabərdir 20. Deməli, mötərizəni vurub açıram. 35 çıxılsın 7y, üstə gəlir 2y bərabərdir 20-yə. O, belə deyim də, oxşar hədləri cəmləyirik. Yəni, mənfi 7y-lə 2y bizə verəcək mənfi 5y. 35 çıxılsın 5y bərabərdir 20-yə. 35-i bərabərliyin sağ tərəfinə atsaq, burada müsbətli bərabərliyin sağ tərəfinə əks işarə ilə keçəcək. Yəni, mənfi 5y bərabərdir 20 minus 35. Aydındır. Və sonra burada nə edəcəyik? Mənfi 5y-imiz bərabər olacaq mənfi 15-ə.
Y-imiz də bərabər olacaq 3-ə. Y-in qiymətini 3 tapandan sonra gətiririk Y-in yerinə burada 3-ü qoyuruq. Elə ki, bunun yerinə Y-in yerinə 3 gəlsə 2 vurur neçə eləyəcək? 6. Deməli biz bilindik nəyin üstünə 6 gəlsə 20 eləyər bizim üçün. Bilirik ki 14-ün. Əgər 14-ünsə deməli 7x-in yerində nə durmalı? Yəni 7x-imiz bərabər olmalıdır 14. Aydın x də burada bərabər olacaq nəyə? 2-yə. Yəni y-imizi 3 tapdıq, x-imizin də qiymətini tapdıq 2. Aydın bu oldu bizimlə tənqid sistemimizin cavabı. İndi başqa digər 2 dənə nümunəyə baxaq. Onlar da maraqlı nümunələrdir. Deməli, birinci nümunəmiz budur. Bunu elə belə deyim də, bu tənqidlər sistemi bu 2 dənə nümunənin sonuncu bu 2 nümunəni həll etmək üçün bizə nə lazımdır? Müxtəsər vurma üsullarını bilmək lazımdır. Baxın, gəlin birinci misala diqqət eləyək. Görürük ki, x plus y bərabərdir 3 və altda da bir tənlik verilib. Buradan baxıb belə deyə bilərik ki, məsələn, burada x-i əvəz eləyərik, tutaq ki, y-dən x bərabərdir 3 minus y yazarıq və s. yerinə qoyarıq. Amma görürük ki, burada x-in kvadratı var, ondan sonra burada 2x, y var. Yəni ki, belə üsul bizim üçün çətin olacaq. Nəinki nə edəcəyik, baxın burada. Bu tənlik var, aşağıdakı ikinci tənlik. Bu nəyə oxşuyur bizim üçün? Biz birinci ona baxmalıyıq ki, x plus y kvadratı tənliyinə oxşuyur. Daha doğrusu açılışına baxın, x plus y-in kvadratına oxşuyur bu. Bu necə olacaq? X kvadratı üstə gəl 2xy üstə gəl y kvadratı. Amma bizim tənlikdə nədir? 2y kvadratıdır. Deməli biz bunun üçün nə edə bilərik? Bu 2y kvadratını gəlin parçalayaq. Baxın, bu hissəni silirəm. Belə bu qalsın. Parçalayırıq necə? Plus y kvadratı yazıram. Belə ki, bu tənliyi, bu ikinci tənliyimizi parçaladım. Nəyini? 2y kvadratını parçaladım 2 hissəyə. Y kvadratı plus y kvadrat kimi. Onsuz da bunları toplasaq bizə elə 2y kvadratını verəcəkdir. Bu formada yazıram nəyə görə? Mən bu hissədə, bu hissədə müxtəsər vurma düsturunu alım ki, mən müxtəsər vurma düsturunun bu açılışıdır. Mən onu yığım və x plus y-dən istifadə edə bilim. Aydındır? Və mən burada tənliyimizin bu hissəsini yığıram. Yəni nə formada yığıram? X plus y-in kvadratı və üstə gəl y-in kvadratını da burada qeyd edirəm. Aydındır? Bunun cavabı deməli nəyə bərabərdir? Baxın, bu tənlikdir. Bu halı dönüşdürmüşük. Bunun cavabı 18-ə bərabər idi. X plus y-imiz nəyə bərabərdir? 3-ə. Yəni bunun yerinə qoyuram 3. 3-ün kvadratı üstə gəl y-in kvadratı bərabərdir 18. Deməli 3-ün kvadratı eləyir 9. 9 üstə gəl y-in kvadratı bərabərdir 18-ə. Y kvadratımız da bərabər eləyəcək neçəyə? 9-a. Elə bizdə bu misalda y kvadratını soruşurdu bizdən və y kvadratının da cavabını tapdıq neçə? 9. Bizdən burada nəyə görə y-i soruşmur? Çox belə misallarda y-i soruşmur ki, y-in cavabı burada mənfi müsbət 3 olacaq. Variantlarda 9 yazmaq birbaşa daha asan olur, nəinki mənfi müsbət 3-ü qeyd eləmək. Deməli, bu bizim müxtəsər vurma düsturu ilə bağlı bir misalımız idi. İndi ikinci misalımıza baxaq. İkinci misalımız da elə müxtəsər vurma düsturu ilə bağlıdır, amma hansı düsturlarla? Axırda müxtəsər vurma düsturları mövzusunun axırında keçdiyimiz 2 dənə düstur var. Köməkçi düsturlar, hansı ki kvadratlar cəmi düsturudur. Əslində müxtəsər vurma düsturlarına aid saymırıq biz onu nəyə görə? Çünki o düsturlar elə müxtəsər vurma düsturundan çıxarılmış düsturlardır ona görə. Deməli, baxırıq yenə əlimizdə var x minus y bərabərdir 6 və x kvadratı plus y kvadratı bərabərdir 20. İndi biz baxırıq nəyə? Bax, bunu x kvadratı deməli, x kvadratı plus y kvadratını biz nə edirik? Müxtəsər vurma düsturu ilə açırıq nə formada? Bax, bu x kvadratı plus y kvadratının köməkçi düsturundan 2 cür açılışı var. Bir x plus y ilə aça bilərik, bir də x minus y-dən. Bizim əlimizdə x minus y var deyə, ona görə biz elə bunu x minus y düsturu ilə açırıq. Baxın, yazıram x minus y kvadratı bərabərdir. Daha doğrusu çıxılsın, üstə gəlsin 2xy. Aydındır? Və bu düstur bu formada açılır. Nəyə görə bu formada elədik? Çünki bizə x minus y əlimizdə vardı ya, ona görə x minus y ilə açdıq. İndi mövzunun axırında istəsə onu da izah edərəm ki, köməkçi düsturların necə yarandığını. Deməli, bu formada açdıq və əlimizdə x minus y-in onsuz cavabı var. 6-dır cavabı. Gətirib yerinə qoyuruq. Baxın, buradan yazıram. 6-nın kvadratı üstə gəl 2xy bərabərdir nə? 20-yə. Çünki bax bu x kvadratı plus y kvadratının açılışı idi axı bu hissə. Və onun da cavabı nəyə bərabərdir? 20-yə bərabərdir. Deməli, 36 yazıram. 36 üstə gəlsin 2xy bərabərlədir neçəyə? 20-yə. 2xy-imiz bizə verəcək nəyi?
36-nı keçirdirəm bərabərliyin sağ tərəfinə, buradan müsbəti digər tərəfə əks işarə ilə keçir, yəni mənfi ilə. Cavab olur nə? Mənfi 16. Və x, y-i də buradan tapmaq istəsək bizə verəcək nə? Mənfi 8. Aydındır. Bu da bizim ikinci misalımızın həlli idi. Deməli, indi gəlin bu hissəyə də baxaq ki, hansı ki bu tənliklər sistemi mövzusunda bizə çox lazım olur. Çünki əsasən də elə 3-cü bölməsindən, test topusundakı 3-cü bölmədən etibarən müxtəsər vurma düsturlarından çox istifadə edirik. Onsuz da birinci 7 dənə müxtəsər vurma düsturumuz əzbərdir. Digər 2 dənə köməkçi düsturlar isə bizə, baxın, açılışını bu formada öyrənə bilərik. Bax, yazıram. Deməli, köməkçi düsturumuz 2 dənədir. Hansı düsturlardır bu? Baxın, x kvadratı plus y kvadratının açılış düsturlarıdır. Bax, bunu da qeyd edeyim. Açılış düsturları. Bunlar nə formada açılacaq? Bax, bu formada açılır. X minus y kvadratı plus 2xy və x plus y kvadratı minus 2xy. Bu düsturlar nəyə görə belə açılır? Baxın, müxtəsər vurma düsturlarını əgər əzbər biliriksə, biləcəyik ki, bax, gəlin elə burada fikirləşək ki, elə bu nəyi verib bizə? Bu nəyə görə belə formadadır? Gəlin bunu açmağa çalışaq. X minus y kvadratını birinci açaq. Yazıram x kvadratı minus 2xy üstə gəlsin nə? Y-in kvadratı. Baxın, bu bizim mötərizəmizin açılışı idi. Və burada bir dənə əlavə nəyimiz var? Plus 2xy-imiz var. Bax, plus 2xy-i də bura əlavə eləsəm, görəcəyik nə olur? Bax, müsbət 2xy və mənfi 2xy. Bunlar nə olacaq? İxtisar gedəcək. Elə yerdə bizim üçün nə qalır? X kvadratı plus y kvadratı. Aydındır. Baxın, elə bizdən də başdan bu x kvadratı plus y kvadratı üçün biz bu düsturu yazmışıq da, bu köməkçi düsturu. Həmçinin bunun müsbəti ilə də necə olacaq? Müsbətini açırıq nə qaydadır? X plus y kvadratı düsturu necə açılır? Baxın, x kvadratı plus 2xy plus y kvadratı. Bu mötərizəni açdıq, kvadrat mötərizəni və yanında nə var? Bir dənə mənfi 2xy var. Mənfi 2xy. Burada da nə olacaq? Görürük, tənliyimizin içində müsbət 2xy var idi. Kənarda da bir dənə mənfi 2xy olduğuna görə bunlar ixtisar gedir və nəticə olaraq yerdə nə qalır? X kvadratı plus y kvadratı. Aydındır. Bu da bizim köməkçi düsturlarımızın açılışı idi. Xətti tənliklər sistemi dərsimiz hələlik bu qədər idi. Ümid edirəm hamısını, bütün hissələrini tam başa düşdünüz. Əgər başa düşmədiyiniz hissə olsa, kommentlərdə bildirin. Gələn videolarda çalışacağam mütləq şəkildə onlara da diqqət edeyim. Ümid edirəm sizə faydalı olub. Təşəkkür edirəm. Sağ olun.